Bugüne qədər hazırladığınız bütün ıslak kek reseptlərini unudun. Çünki bu reseptdən sonra yenisini axtaramayacaqsınız. Bol soslu, yumuşaq və dadı damağınızda qalacaq bir ıslak kek hazırlayırıq. Kekimiz üçün lazım olan ərzaqlar: 4 ədəd yumurtanın 1 stəkan şəkər tozu ilə rəngi açılana qədər çalırıq. Ardınca 1 stəkan süd əlavə edirik. Əgər evdə süd yoxdursa, mənim kimi qatıqdan da istifadə edə bilərsiniz. Mən bu dəfə qatıqla hazırladım və nəticə yenə də əla alındı. Sonra bir armudu stəkan duru yağı əlavə edib qarışdırırıq. İndi isə un, kakao və qabartma tozunu əlavə edib hamar bir xəmir əldə edirik. Qabımızı mütləq yağlayaq ki, kek bişdikdən sonra rahat çıxsın. Əvvəlcədən isidilmiş 180 dərəcəli sobada təxminən 25-30 dəqiqə bişiririk. Kek sobada bişərkən gələk bu reseptin ən sevdiyim hissəsi olan sosuna. Qazana süd, şəkər tozu, kakao və duru yağ əlavə edib bir neçə dəqiqə qaynadırıq. Ocaqdan götürdükdən sonra hələ isti ikən içinə damaq zövqünüzə uyğun şokolad yağı və ya plitka şokolad əlavə edib qarışdırırıq. Məhz bu əlavə sosu daha parlaq, daha axıcı və hər qaşıqda hiss olunan şokolad dadı ilə tamamlayır. İndi isə keçək ən zövqlü hissəyə. Soyumuş keki qəlibdən çıxarıb tərs çevirməyinizi tövsiyə edirəm. Çünki bu hissə sosu daha yaxşı özünə çəkir və nəticədə hər dilim daha yumşaq olur. Keki dilimləyib sosu üzərinə bol-bol əlavə edin. Sosun çox olmasından çəkinməyin. Bir gecə soyuducuda qaldıqdan sonra hamısını gözəl şəkildə özünə çəkəcək və nəticədə tam istədiyimiz kimi olacaq. İnanın, ilk tikədən sonra niyə bol soslu dediyimi anlayacaqsınız. Əgər resept xoşunuza gəldisə, videonu bəyənməyi və kanala abunə olub rəy yazmağı unutmayın. Dəstəyiniz mənim üçün çox dəyərlidir. Və budur. Hər dilimində sanki şokolad cənnətinə düşmüsən kimi bir kek hazırladıq.